Salam qızlar, necəsiz? Məndən hər dəfə tortu bəzəyən zaman video çəkməyimi istəyirdiniz. Bugün isə çəkmişəm. Bir xanımın atasının ad günü idi və sifarişi özü seçmişdi. Modeli bəzəyən zaman, tortu bəzəyən zaman, yəni çəkdim sizin üçün. Yararlı oldusa səhifəmə takib atmağı və bundan sonra nə ilə bağlı video çəkməyimi istəyirsinizsə yazın rəylərə, inşallah ki çəkəcəm. Sadə dekordur əslində, elə böyük bir şey yoxdur burada. Birinci tortu sıvıyırıq, sonra kremlə üst hissəsinə nasatka ilə bəzək vururuq və daha sonra bu şəkillər barədə çox sual alıram. Hardan tapırsınız, hardan çıxardırsınız? Qızlar, Pinterest proqramında var bütün tort modelləri və şəkilləri. Bütün fotostudiyalarda və tort lavazımatları satılan mağazalarda demək olar ki, çıxardırlar. Orada çıxartdırıram. Daha sonra aşağıya da nasatka ilə bəzək vurduqdan sonra ata yazısı ilə bağlı olan yazının qabağına vurmadım ki, ata sözü görsənməyəcəkdi. Muncuqla bəzəməyə başladım. Bu muncuqlar yeməli muncuqdur. Burada kremim biraz çatmamışdı. Dedim qoy krem hazırlanana qədər mikserdə mən də ona kimi muncuqları əlavə edim. Və yenə də deyirəm, kimlər nə ilə bağlı video çəkməyimi istəyirsə, tortla bağlı, buyursun rəy bölməsinə yazsın və bu da sonuc. Siz yazın görək necə oldu. Mənə görə çox qəşəng oldu, çox gözəl görsənir. Allah hər bir ataları qorusun inşallah və səhifəmə takib atmağı, videonu mütləq qayd etməyi unutmayın. Hələlik qızlar.